Turan Məmmədli yazır, Şahəddin bəy, konkret olaraq Azərbaycandakı mövcud vəziyyət bağlı təklifiniz nədir? Əziz qardaşım Turan bəy, mən əvvəlcədən demişəm. Biz, əziz qardaşım, problemimizi həll eləməliyik. İlhamın nə vecinə? İlham Əliyev deyir 80 milyard neft fondundan bizim pulumuz var. Hanım? Göstərsin ki, haradadır 80 milyard? O, Azərbaycanda yoxdur. Sən sabahları, əgər biz deyək ki, haradasa bir bunu hakimiyyətdən qovsaq, o pul Azərbaycanda yoxdur ki, əlim atasan deyəsən var. Yaxşı, bu əgər 80 milyard neft fondunda pul varsa, biz niyə acınırıq? Yəni, mən o nöqteyi nəzərdən deyirəm. Əzizim, Turan bəy, yəni biz öz problemimizi həll eləməliyik. Mən ona görə yazmışam. Baxın, mən keçən verilişlərin birində yazmışdım, dostlar. 89-90-cı illərdə həmrəy olduq, getdik, deyək, sərhədləri açdıq filan, yəni həmrəy olduq, belə məsələlərimizi həll elədik. Yəni, gəlmişdik Qarabağa, Xankəndinə 3-4 kilometrliyindəydik. Gəldi, həmən bizim o sadəlövlüyümüzdən Heydər Əliyev istifadə elədi və biz də dedik ki, bu qoca kişi daha indi bu şeyi düşmənçiliyi atar, indi gələr şey eləyər. Bu da gəldi, belədir. Bu da gəldi, təmiz kökündən vurub, dediyini mən sizə göstərəcəm. Deməmişdi, pencəyimi qolum atıb, çiynimi atıb gedəcəm Qarabağa. Sonra gələndən sonra da ki, Qarabağ bizim döyüşür. Qarabağ çoxdan çıxırdı. Yəni, əziz qardaşım, yəni o nöqteyi nəzərdən deyirəm ki, yəni biz, əzizlərim, bax, ona görə deyirəm ki, mən yenə deyirəm, siz elə yenə fikirləşməyin ki, mən istəyirəm ki, mənim abinə sayım artsın. İnanın, yox, mən istəmirəm. Mən sadəcə istəyirəm ki, siz boş dayanmayasınız. Məsələn, deyək ki, sən Ağcabədinin Qaradolaq kəndində yaşayırsan, baxırsan ki, sənin kimi kənddə 2 nəfər var. Amma sənin kəndində də 100 insan var. 100-dən ikisi. Sən onların arasında iş aparmalısan. İş aparmalısan ki, heç olmasa o 2 say 50-yə qalsın. 30-a qalsın. Ki, sən biləsən ki, artıq səndə 30 nəfər var və sonra başlayasan əlaqə, başqa variantımız yoxdur. İndi bəzən deyirlər ki, lider var filan, ben lider yoxdur filan. Azərbaycanda nə qədər desəm lider var və hamısı da İlham Əliyevdən artıq olanlardır. Və heç vaxt onlar İlham Əliyevin, inanın, heç vaxt onlar İlham Əliyevin yaptığı şərəfsizliyi yapmaz. Və sən deyək ki, yığış, bax, səhərdən axşama kimi Teymur Eminbəyli qışqırır, gəlin. Və yaxud da deyək ki, Azər Firidun və yaxud da deyək ki, bugün, o günü mən baxdım, Tural Sadıqlı ilə nədir o, Oğuz TV. Bir yerdə fikirləşdirlər ki, bir nəsə yaratmaq lazımdır. Yəni, bu hakimiyyətə qarşı mübarizədə nəsə yaratmaq. Nəsə yaradır, neyindir, mən bilmirəm, dostlar. Mən onu bilirəm ki, məsələn, biz lazımdır bir yerdə çox ay belə dəstə yaradaq falan. Biz sadəcə olaraq bizə bir həftə həmrəy olmaq lazımdır. Bir yerə yığışmaq lazımdır ki, öz məsələmizi həll edək. Öz məsələmizi həll edək, sonra gitsin, hər öz işinlə məşğul olsun da. Kişi, kimdir sənə deyən ki, sən sadəcə olaraq sən bu məsələni həll edəndən sonra artıq özün öz ölkənin sahibi olacaqsan. Yəni, qanun ölkədə işləyəndən sonra sən dəli deyirsən ki, kişi ölkən, gül kimi ölkə, sərvəti, varı, dövləti, heç onlar o yana dursun. Sən, mən, biz hamımız gözəl bilirik ki, əziz qardaşım, bizə heç neft də lazım deyil. Bizə elə kəndçimizə torpağı ver, suyu falan, hər şeyi yanında ver. O sana, mən üzr istəyirəm, şeydən konfet düzəlsin. Yəni, biz hamımız bir-birimizi tanıyırıq. Biz hamımız və yaxud da şəhərin özündə. Yəni, sən buna imkan ver. İmkan ver ki, o sana nələr verir. Yəni, o nöqteyi nəzərdən, biz özümüzü tanıyırıq, əzizim. Axı, biz hamımız gözəl bilirik ki, məsələ nə yerdədir. Ona görə də biz, baxın, mən yenə deyirəm, gəlin, əziz qardaşlarım, yəni təkcə, məsələn, deyək ki, mən indi həftədə 2 dəfə
deyək ki, 3 dəfə efirə çıxıram. Mən çalışıram ki, bunu 4 dəfə, 5 dəfə eləyim. Məsələn, mənim çıxışımdan sonra baxıram, görürəm 15 nəfər üzv olan var, məsələn. Yəni, o həvəs qalmır məndə. Siz təsəvvür edin, mən bir verilişdən 5 dənə, 10 dənə parça bölürəm, kusok-kusok. Yəni, bizə lazım olan şeyləri kusok-kusok paylaşıram ki, təmiz hamısına baxa bilməyən, hövsələsi çatmayan adamlar ona baxsınlar, nəsə götürsünlər. Yəni, mən o nöqteyi nəzərdən, baxın, mən dünən yox, sırağa gün efirə gedən verilişin demək olar ki, ondan 6 dənə parça paylaşmışam, hələ bir ikisi də durur. Yəni, arada pauz ilə ki, baxan olsun buna. Məsələn, hamısını birdən paylaşanda, bir də baxıram ki, birinə 90 nəfər baxıb, birinə 150 nəfər baxıb, birinə 200 nəfər, artıq baxış yoxdur. Yəni, mən o nöqteyi nəzərdən, əzizim Turan bəy, əziz qardaşım, yəni o nöqteyi nəzərdən deyirəm ki, o Fikrət Qocanın gözəl bir sözü var idi. Deyirdi ki, evdə deyirdi, gərək deyirdi, yaxşı yaşamaq olsa hərənin boynuna bir balaca yük düşsün. İndi əzizim, bizim hamımızın, hərəmizin boynumuza balaca bir yük düşməlidir və biz o yükü yerinə yetirməliyik ki, yük hamımızın ağırlıq, hamımızın üzərinə düşəndə biz ona tab gətiririk. Amma bir nəfər, iki nəfər, baxın, Tural Sadıqlı, Qurban Məmmədov, Əli Oğuz, nə bilim, görün, nə qədər blogerlər var ki, burada, baxın, İlham Əliyev onların haqqında iş kəsif 14 il, 9 il, 8 il iş vermək. Yəni, Azərbaycanda olan insanlara xox eləmək üçün şey deyir ki, yəni Azərbaycanda o insanlara qorxutmaq. Mən onu görə deyirəm. Baxın, yəni o gündə bir müəllim blogeri tutdular. Nə var Facebook səhifəsində həqiqəti olanları yazır. Əli yazır ki, deməli, Ülvi yazır, Azərbaycanın ən böyük virusu İlham Heydəroğlu Əliyevdir. Azərbaycana nələr olur? Hacı kim yazır? Əli yazır, sən bunlarla şərəfsizliyə, murdarlığa bax, vətəndaşın evinə gir, onun evinin içində etdiklərini gizli video. Mən, məsələ burasındadır ki, indi sizin yadınızdadır Xədicə İsmailova. Baxın, bir o, bir də bu, həmən bu mehmanın elədiyi ki, təsəvvür edin. Bu, ümumiyyətlə, buna baxmaq, bundan ləzzət almaq, mən sadəcə olaraq ağlıma yerləşdirə bilməm. Sən göstər ki, bu mehman kişidir. Bunu yanına gətirdi, qadındır. Yəni, bu fiziki tələbatdır və bizim hər birimizdə, İlham Əliyevin özündə, o şərəfsizin özündə də var. Bu təbii bir şeydir. Sən bunu girib, kiminsə evinə girib, onu çəkib, cəmaata yaymaq ki, bu işlə məşğul olur. Bu iş nəyə bənzir? O Sovetlərin vaxtında bir qadın o parlamentdə demişdi ki, o nas seks yox, bizdə seks yoxdur. Bu ona bənzir. Yəni, mən o nöqteyi nəzərdən deyirəm ki, yəni İlham Əliyev, dostlar, ümumiyyətlə, mən sizə deyim də, bu Rus əhatəsində olan, Rusun təbəsi olan ölkələrin əksəriyyətində burada insanın qiyməti yoxdur. Yəni, burada insan sayılır ancaq yuxarıda olan elit sayılır özdə. Hamısı gədə-güdə deyil, məsələ burasındadır, Putinlə tutmuş. Bunlar elit özlərini adam sayılırlar, amma inan, yenə deyirəm, Heydər Əliyev də belə idi. Bu millətin 90% hamısı qırılsın, yenə Heydər Əliyev hakimiyyətdən getməz. Amma biz yalnız cəbhənin vaxtında Elçi bəy bir balaca şeydən kimi ki, mən prezident olmaq istəmirdim və yaxud da deyək ki, o birisilər, yəni çox rahat şəkildə və yaxud da deyək ki, Pənah Hüseyin və yaxud İskəndər Həmidovun özünü deyək, bir balaca şurayım, əgər istəmirsiniz bu şey, mən istifa verim. Amma bu, istəyirsən bu millətin yarıdan çox qılılsın, xeyri yoxdur. Bu hakimiyyətdə qalacaq. Görmüsən, deyir o gün deyir ki, tezlə də verirlər, bir balaca qalxıb haqqını tələb edən kimi nədir deyir, vəzifə davası edirsən. Təsəvvür edən ki, yəni olmaz. Bu nə istəyir olacaq? Dövlətin məsələ burasındadır ki, indi haram xoşun olsun, yaxşı. Sən bu xalqın sərvətini yiyirsən. Ay, heç olmasa bu xalqa imkan ver, keçsin dolansın da.